Sınaq 12 ümumi sınağımızdır. 10 dil qaydası və 2 mətnimiz var. Dil qaydaları da ümumi mövzuları əhatə eləyir. Başla birinci sualdan. Qalmır sözünün fonetik təhlilində yanlış fikirləri müəyyən edir. İki samitin çar qarşılığı yoxdur. L-dan mıd. Doğrudur. Aha. İkisi də saatlərdən hamısı açıqdır. Qalmaya. I olur, ancaq qapalı olur. Əla. Bu Təəssüf. sayt bilir ki, qapalı sayta çevrilir. Ona görə Ha. saytların hamısı açıqdır fikri yanlış olacaq. Yəni bir doğru fikirdir getdi, eləmi? Götürmürük. Məsələn, bir olan variantlar getdi. Sonra iki doğru, yəni iki yanlışdır. Bizə yanlış lazım olduğu üçün ikini götürəcəksən. Sonra Elə yer variantı. necə? Elə yer variantı. Hə, cavab qaldı E variantı. Yenə də o birisləri yoxlayaq. Tərkibində bir dodaqlanan sait var. Yanlışdır. Yanlış. Olmur. Yəni, A, I və A saitlər olur da burada. Bu da yanlış fikirdir. Saitlərdən biri qapalıdır. Bu doğrudur, eləmi? I qapalıdır. 3 cingiltili, bir kar samit var. Q, L, M, Y hamısı cingiltlidir. Burada kar samit yoxdur. Cavab oldu 2, 3, 5 E variantı. Sonra 2-də deyir ki, ədat işlənmiş nümunəni müəyyən edin. Buyur bax. Sakit yəni təzə işçi hər davranışına diqqət edirdi. Burada yəni ümumiləşdirici söz. Yox, ümumiləşdirici əlavədir. Aydınlaşdırma bağlayıcıdır, Nihat. Hə, Yəni, əlavədə işlənən yəni bağlayıcısı, aydınlaşdırma bağlayıcısı deyil. Düzdür, əlavədir. Yəni burada əlavə nədir? Təzə işçi, sakit. Bu başqa məsələdir. Amma yəni özü bağlayıcıdır. Hə. Yəni yenə adi cümlələrdən biri idi. Burada heç yoxdur. Aha. Bunu yəni heç kim görməyib. Burada cümlənin massasını artırır, ona görə adaptdır. Əla. Yəni burada oldu ədat, elə deyil. Yəni burada aydınlaşdırma funksiyasını yerinə yetirdiyi üçün bağlayıcıdır. Burada mənanı qüvvətləndirib olub ədat. Sən bunun da nüsxələrini hamıya göndərməliydin. Yəni başqalarının nüsxəsini göndərmisən, bunun da nüsxəsini göndərirsən. İştirak bağlayıcıdır, elə deyil. Səndən başqa cavab gözləyirdim. Başqa cavab. Burada necə cavab? Sifət oldu, elə deyil. Getdim. Nümunələrin birində kitab işlənmişdir. Durğu işarəsini buraxmışıq deyir. Sən bunu mənə deməliydin. Burada yoxdur. Oxumaq da baba şəkildə olmalıdır. Burada da yoxdur. Təsəvvür olunur. Dayanın, mən sizi gözlərəm. Burada da yoxdur. Amma dərdli işləyən siz başsan muğam. Burada muğam var. Muğama müraciət edilir, eləmi? Vergül işarəsi burada qoyulmalıdır. Xitab olan muğamdır. Kim bunu sənə qabaqcını deyə bilər ki, burada da təbii ki, yoxdur. Yəni, xitab bilirik ki, müraciət olunan şəxsi və yaxud əşyanı bildirir. Ona görə burada da müraciət sadəcə muğamdır. Digər variantlar yoxdur. Sadə cümləni müəyyən edin. Desəm, mən də kitabımı gətirərdim. Burada sasə var, ona görə tabir mürəkkəbsizdir. Tədbirə kim gəlsə, burada da sasə var, ona görə yenə tabir mürəkkəbsizdir. Hamı yetirdim, hətta yazdım, məlumat da verdim. Burada həmisi xəbərli sadə cümlədə elə. Mən dedim, eləmi? Mən məlumat verdim. O gəldi, biz görüşdük. Burada mürəkkəb cümlədir. De ki də varsa bilirik ki, artıq mürəkkəb cümlə, tabir mürəkkəb cümlə. Təsirlik halla başlayan nümunəni müəyyən edin. Bax, hamısında i şəkilçisidir, elə deyil. Görsən, biz i-nin təsirlik hal və yaxud da mənsubiyyət şəkilçisi olduğunu necə fərqləndirdik? Təsirlik hal. Hə. Yəni, ondan əvvəl yerlik hal gəlirsə, deməli bu mənsubiyyət şəkilçisi. Əla. Yerlik hal gəlirsə, deməli mənsubiyyətdir. Yəni, heç birisinə də yerlik hal gəlməyibsə, özümüz artırıb yoxlayırıq. Yerlik hallı söz, onun. Hamısını onunla artırıb yoxlayırıq ki, görüm, yerlik hallı söz bərpa edə bilirəmmi buna? Və yaxud da öz əvəzliyi. Lan ikisindən birini yoxlayırsan, əgər alınırsa mənsubiyyətdir, alınmırsa təsirlik haldır. Onun evi kəndin girişində idi. Alındı. Alındı. Onda nədir bu? Mənsubiyyət. Getdi.
Onun heyəti səliqəyə salmaq lazım idi. Hayır, alınmır. Alınmır. Onun heyətini, nini artırmam Ha, lazımdır xüsusilə deyil. Ona görə bu nədir? Təhsil al. Onun uşağı bizim məktəbdə oxuyur. alınır. Bu da getdi. Elmi məlumatlar. Bu sifətdir burada. Necə məlumatlar. İyi bilir ki, Ha, həm də leksik şəkilçisi rolunu oynayır da. Tarixi hadisələr, elmi məlumatlar. Sonra qənnadı məlumatlarını çox qəbul etmək burada da şeydir. Təhsil aldı. Cavabımız oldu B variantı. ha. Yanlış fikri müəyyən edin deyir. Körpə sözləri uşaq sözü sinonim deyil. Hayır, sinonim deyil. Ha. Niyə görə sinonim deyil? Körpə lap balacadır, uşaq. Yox. Birincisi əsas qaydamız nə idi? Sinonimlərin Abi, məna tayları nə eyni. olmalıdır? Eyni hissəsi olmalıdır, elə Eyni. deyil. Körpə nədir? Bu körpə sifətdir, amma uşaq isimdir. Uşaq isimdir. Ona görə bu iki O cür. söz sinonim ola bilməz. Yanlış fikir deyil, doğru fikir. Bu getdi. Ha. Sonra ixtiyar sözü sifət və isim kimi amildir. İxtiyar. İxtiyar sahibi insan, bir də ixtiyar, yəni qocalmış insan. Doğru fikirdir. Ha, ha, ha. Güldan sözündə qrammatik şəkilçi yoxdur. Güldan sözü var da. Güldan yox. Amma qrammatik şəkilçi yoxdur. Leksik şəkilçi var. Əla. Deyərsiniz ki, müəllim, bəlkə dandəni mən burada şey götürmək istəyirəm. Çıxışlı xal şəkilçisi. Yəni belə bir Bu söz söz deyilsə, sən nə deyərsən? axı gül sözünü güldan yox. Təzə bir əşya yox. Əla. Leksik. Gül, güldan, yəni gül qoyulan qab. Yeni söz, düzəldi. Elə deyil. Həm də sən Ha, bura çıxışlı xal şəkilçisi artırmaq istəsən, dan artırmamalısan axı, dən artırmalısan artıq. Çünki özündən ha, əvvəlki sait nədir? İncədir. Sən bura dan yox, dən artırmalısan. Yəni leksik qrammatik şəkilçisi olmasını istəyirsənsə, dan yox, dən versiyası lazımdır sənə. ha. Sonra demək bu da doğru fikirdir. Əşyavi dünyəvi sözlər sadədirmi? Bəli, doğrudur. Çünki Yaranmış. Əşya. əşya, yəni sözün kökünü əşya götürə bilməzsən. Çünki əşya sözü dilimizdə yox. Söz kökdən dəyişib. Dünya da götürə bilmirsən. Çünki deyərsən ki, mən bu dünya sözündən yaranıb, amma burada dünya sözü görsənmir axı. Dünyadır. Söz kökdən dəyişib. Ona görə bu sözlərimiz sadə sözlər sayılır. Bu da getdi. Bağışla, qaldır sözlərinin hər birində bir leksik şəkilçi var. Bağışla qaldır. Bəli. Bu yanlış. Yanlışdır. Çünki bunlar sadə sözlərdir. Ha. Biri şuhudi keçmiş zaman. Şuhudi keçmiş zaman şəkilçisi nədir Nihat? Şurada geçmiş zaman. Dı. Əla. Bax elə bunun özünə şuhudi görsən, bu cür yadda saxlaya bilərik. D, di, du, dü. Oxu variantları. Yazdırmadı. Böyle burada olur. Şurada geçmiş zaman dı. İri hissəciydi. Və idi hissəci deyil. İdi hissəciyindən necə artıracaq? Maqməkdən yoxlayacaq. Eləmi? Bax, yazdırmamaq. Alınırmı? Alınır. Deməli, d nədir? Zamandır. Zaman. Yazdırmışmaq. Alınır, alınmır. Deməli, d idi hissəciyidir. Gəlibmişdə d zaten yoxdur. Alırmaq. Alınır, alınmır. Deməli, d hissəcikdir. Alın. Gəlmirmək. Ha. Alınır, yox. Deməli, bu da hissəcikdir. Yəni, neyinirsən? D-nı silirsən, qabaqçı hissəyə maq artırırsan. D-nı silirsən, qabaqçı hissəyə maq artırırsan. Əgər alınırsa zamandır, alınmırsa hissəcikdir. Ha. Cavab var. Ne orası? Ha. Doğrudan da Avrupa'ya. Avrupa dünyanın en yaxşı, en inkişaf etmiş qitəsidir. Xəbər isimli ifadə olunur. Dünyanın ismi birləşmə ifadə olunursa. İsmi birləşmə ilə ifadə olunub, yanlış. Sən düzgün fikir istədiyi üçün o getdi. Ha. Doğrudan da güman şübhə deyil, bir gərginlik bildirən Aha, olmaz. təsdiq bildirən. Sonra ismi birləşmə tamamlıq vəzifəsindədir. Burada tamamlıq yoxdur ki. Xəbər vəzifəsində ismi birləşmə. Ha. İbtida mürəkkəb adlı ifadə olmuşdur. Bu da yanlışdır. Avropa mürəkkəb Avropa adı özü deyil. bir dənə söz necə mürəkkəb adı olsun?
Hə. İki cümlə üzrə ibarətdir. Bəli, düzdür. Mübtəda və xəbər. Bax, Amma dünyanın yiyəlik, qitəsi mənsubiyyət. Hamısı birlikdə ismi birləşmə, yəni bir söz birləşməsi və bir cümlə üzvü. Köhnə adına üçüncü tane söz birləşməsidir də bu. Hamısı birlikdə bir cümlə üzvü gedir. Dil ötmək nədir Metin Nihat? biri boğazı qoymuyor. Yəni çox danışıq. Dili boğazı qoymur. İkinci dərəcəli üzvün iştirak etmədiyi şəxsiz cümlə. Həm deməli şəxsiz cümlə lazımdır bizə, həm də ikinci dərəcəli üzv iştirak etməsin deyir. Nərimanın ağzı açıla qalmışdı. Burada şəxsi cümlə deyil bu. Nərimanın ağzının mübtədası var. Hanı mübtəda? Mübtəda yoxdur. Frazoloji birləşmə. Frazoloji birləşmədir Nihat. Ağzı açıla qalmaq frazoloji birləşmədir. Nərimanın da yiyəlik hallıdır deyə hamısını birlikdə Bir, cümlə üzvü olaraq nə gedir? bir cümlə. Bir xəbər gedir. Əla. Şəxsiz cümlədirmi? İkinci dərəcəli üzvü yoxdur ki. Şəxsi. Bəli, yoxdur. Əla. Cavab olur A variantı. Bax. Demək, ağzı açıla qalmaq frazoloji birləşmədir. Nərimanın da yiyəlikdir. Bilirik ki, yiyəlik hal heç vaxt təklikdə qalmır da. Özündən sonraki söz lazımdır buna. Nərimanın ağzı, belə deyək də, mənsubiyyəti buradadır burada. Ona görə hamısı birlikdə xəbər gedir. Əli kəndə gələndə axşam idi. Kim? Əli. Yox, bir dəqiqə. Axşam idi. Nə zaman? Əli kəndə gələndə. Eləmi? Mübtəda yoxdur. Şəxsiz cümlədir. Amma ikinci dərəcəli üzv var. Zərflik. Əli kəndə gələndə feili bağlama tərkibidir. Elə deyil. Gəldi kimsə. Mübtəda xəbər. Açıldı qapı. Susmuşdu kim? Hamı. Bunlar da heç şəxsiz cümlə deyil. Demək, mətni oxuyun deyir və tapşırıqlar yerinə yetirin. Buyurun Nihat, mətni başla oxumağa. Bu əhvalat sağ qəbiləsi bunların lideri olan Qara Şahin tərəfindən nəql edilib. Qədim dövrdə Susen Maya adasında bir Hindu oğlan yaşayırdı. O hər səhər qurduğu pəyələrə od üçün düşmənini yoxlamaq üçün öz kamoyasını üzüb gedirdi. Bir gün oğlan sahil kənarında gözəl bir qıza rast gəldi. Gözəl bir hindu deyil, ağ idi. Qız bir hindu deyil, ağ idi. Gənc oğlan hər səhər kano ilə üzüb gəlir, qız da sahildə görünürdü. Tezliklə onlar tanış oldular. Oğlan onun yaxınlıqda yaşayan ağ adamın qızı olduğu və uzaq incə kənarda olduğunu öyrəndi. Onlar bir-birinin adətlərini öyrənməyə başladılar. İndi gənc öz ağ quşunu görmədən bir gün belə yaşaya bilmir. O qızı belə adlandırır. Amma günlərin bir günü qız sahilə gəlmədi. Gənc adam qızı kanoyasının olduğu yerləri çox axtardı, amma nə qızı, nə də kanoyunu tapdı. Məyus halda o üçün qurduğu tələlərin yanına getdi. Qəfildən quşun qışqırtısını eşitdi. O başını qaldırdı, gözləri səmada gəzdi və ağ rəngli quşu gördü. Quş şərqə doğru uçurdu. Gənc uzun müddət onun arxasınca baxdı, o qəribə hisslər keçirdi. Sorğu-sual etmək və bu quşun öz sırçını, nə etməsini öyrənmək üçün qəbilə başçısının yanına getdi. Axı məlumdur ki, hindular ən mütli adamlar başçı seçirlər. Başçı gənci diqqətlə dinlədi və dedi, sən bir də heç vaxt ağ qızı görə biləcəksən. O sənin üçün həmişəlik yox oldu. Tezliklə gənc hindu başçısının həqiqət söylədiyinə əmin oldu. Qızın valideynləri onun gənc bir hindu ilə tanışdığını öyrəndikdən sonra əsəbləşib qızları İngiltərəyə göndərmişdilər. Gənc onu bir daha heç vaxt görmədi. O hələ də yaşayır və hələ də özünün ağ quşunu xatırlayır. Demək, bu hinduların əfsanəsindən olan bir mətindir. Tauq qəbiləsindən söhbət gedir, eləmi? Kim tərəfindən nəql edilib? Tauq qəbiləsinin lideri Qara Şahin tərəfindən nəql edilib. Və burada nə baş verir? Bir dənə hindu oğlan, hindu da bilirsən, yəni qara adamlardan söhbət gedir, məlum olduğu kimi mətndə. Üzüb gedirdi, orada bir ağ qıza rast gəlir ki, bu qız İngiltərədən olur. Bunu sonradan anlayırıq, eləmi? Və onlar bir müddət görüşürlər. Daha sonra qızın valideynləri bunu öyrəndiyi üçün onu İngiltərəyə geri aparırlar və bu oğlan da gedir, həmişə görüşdükləri yerdə həmin qızı görmür. Sonra qəbilə liderinin, başçısının yanına gəlir. Çünki o deyir ki, məlumdur ki, müdrik adamları başçı edirlər, eləmi? O adam da deyir ki, sən bunu heç vaxt görməyəcəksən. Demək, tezliklə gənc hindu başçının həqiqət söylədiyinə əmin oldu. Yəqin ki, ilk deyəndə həqiqətini demədiyini düşünürdü. Sonra bir müddət keçdi, vəbşi görmədiyi üçün əmin oldu ki, başçı düz deyir, yəni mən bunu bir daha görməyəcəm. Belə.
Deyir ki, mətndə suallardan birinə cavab tapmaq mümkün deyil. Hadisə harada başlayır? Bu bilmək olur da. Amerika haqqında. Aha, deyir onu. Əhvalat kim danışır? Qara şahin. Danışıbdı. Qız kimin övladı idi? İngiltərəlilər. Aha, burada İngil yazır da, burada elə deyil. Bəli. Bir dəqiqə. İngiltərədən olduğunu öyrəndi. Yox, İngiltərə doğuldu. Qızın valideynləri apardı. Harda yazmışdı qızın valideynləri? Qızın valideynləri onun gənc bir hindu ilə danışdığını öyrəndikdən sonra əsəbləşib qızları İngiltərəyə göndərmişlər. Bəli, biri ingilisin qızı idi. Sonra Oğlan tələləri nə üçün vururdu? Yəni ququş tutmaq üçün vururdu. əla. Qız İngiltərəyə kiminlə getdi? Bilinmir. Bilir. Bax deyir ki, qızlarını İngiltərəyə göndərmişdilər. Elə deyil. Amma kiminlə göndərmişdilər? Yəni özləri getməyib kimi anlaşılır. Çünki göndəriblər, bərabər getməyiblər. Amma kiminlə göndəriblər, necə göndəriblər, bunun haqqında bir məlumat yoxdur. Cavabımız olacaq E variantı. Mətnin sonuncu abzası haqqında yanlış fikri müəyyən edin. Deməli, tezliklə gənc hindu başçının həqiqət söylədiyini əmin olduğu, eləmi? Qızın valideynləri onu İngiltərəyə göndərdilər. Gənc onu bir daha görmədi. O hələ də yaşayır və qızı axtarır. Sonuncu abzas budur. Yanlış fikir müəyyən et. Qəbilə başçısının məsləhət verilib, heç yoxdur. Qəbilə başçısının məsləhəti ondan öncəki abzasdadır. Ümumiyyətlə qəbilə başçısı məsləhət vermir axı. Bəli, məsləhət verilib. Sadəcə deyir ki, o şey yoxdur. Və sonuncu abzasda ümumiyyətlə qəbilə başçısı deyə bir şəxs yoxdur, obraz yoxdur. Elə ona görə cavab olur A variantı. Səfər haqqında məlumat verilib, eləmi? Qızın valideynləri onu göndərib. Sonra deyilmiş fikir təsdiqi əks olunub. Hansı fikrin təsdiqi əks olunub? Qəbilə başçısının dediyi fikir. Əla. Ki, sən onu bir daha görməyəcəksən. Obrazlardan birinin davam edən davranışı haqqında məlumat var. Bəli, var. Hindu var. Hindu bax, hələ də yaşayır, eləmi? Ağ quşunu xatırlayır. Davam edən şeydə davranışdır. Nəticədən razı olmayan valideyn qərarı təsvir edilib. Bəli. Valideynlər bu Hindu oğlanla görüşdüyünə narazı olub onu göndəriblər. Bu da var. Cavab oldu A variantı. Tünd qara hərflərlə verilmiş söz hansı nümunədə eyni mənada işləmişdir? Tünd qara hərflərlə verilmiş sözümüz nədir Nihat burada? Adı verilib bu. Yaşayan. Yaxınlıqda yaşayan. Hansı fərqdir? Mən onu niyə görmürəm? Hə, yaşayan. Oğlan onun yaxınlıqda yaşayan ağ adamın qızı olduğunu və uzaq İngiltərədə doğulduğunu öyrəndi. Yaşayan mənasında. Düzdür, o var. Hə, deyə əmim Kəlbəcərdə yaşayır. Elə həmin ölkədə yaşamaq mənasında verilib, düzdür. Həqiqi mənada bu da xatirədə yaşamaq məcazi mənadadır. Mikail Müşfiq yaşayır, bu da məcazi mənadadır. İzi yaşayır, daima yaşayacaq. Bunlar məcazi mənadadır. Mətndə isə həmin ərazidə yaşaması, yəni həqiqətən də orada məskən salmasından söhbət edir, yəni həqiqi mənada. Üzərində rəqəm yazılmış hansı ifadələr məcazi mənadadır deyir. Gəl baxaq. Üzərində rəqəm yazılmış. Qurduğu tələlər. Qurduğu tələlər var. Hansı? Bu şey deyil. Məcazi deyil. Məcazi deyil. Get. Rast gəlmək. Bu məcazi. Məcazi. İkini götürdük. Üzüb gəlir. Bu məcazi deyil, xeyr. Həqiqi mənada elə deyil. Həqiqətən üzüb gəlir də. Sonra 4 hardadır? 4. Hə. Səmada gəzdi. Gözləri gəzdi də. Bəli. Nə olur bu? Bu da həqiqi, bu məcazi. Məcazi olur. Qəribə hisslər keçirmək. Bu da məcazi. Bu da məcazi. Elə 2, 4, 5. Eləmi? 2, 4, 5. Var elə bir variantımız. Bəli. B variantı 2, 4, 5. Mətnə aid yanlış fikri müəyyən edin deyir Nihat. Oxu variantları. Hindu qəbilələrinin lideri oldu və o Hindular adada yaşayır və çünki burada Susen var yapasın.
Ağ adamlar hindulara yaxın oldu, yaşardılar. Bəli, yaşardı. O deyir axı yaxınlıqda Hindular, yaşayan ağ adamın qızı olduğunu öyrəndi. Ya qeyd orada orada. Hindularda mühafizəkarlıq güclü idi. Mühafizəkarlığı Burada burada kim elədi? Hindu eləmədi. Ağ İngilislər adamlar. elədi, eləmi? Qızın valideynləri Hı, elədi. hı, Mühafizəkarlıq nədir? Öz adət-ənənələrinə, şeylərinə sadiq qalmaq. Keçmiş dəyərlərinə. hı, Onlar da bu qızın hindularla olduğunu öyrəndi və geri göndərdilər. Yəni mühafizəkarlıq edən hindular deyil, ingilisli adamlardır. hı, Cavab D variantı. Başçıları ən müdrik adamlar olurdular. Orada yazır ki, məlumdur ki, başçıları müdrik adamlardan seçirlər. Qeyd olunmuşdur, eləmi o cümlə? bəli. Altına xətt çəkmiş sözlərdən heç birinin qarşılığı kimi düşünə bilməz. Altına xətt Yox, çəkilmiş. Nəql edilib. Məsələn, nəql edilibin qarşılığı var, bəli var. danışılıb. Danışılır. Eləmi? Sonra Hı, başqa hansı altına xətt çəkilib? O düşüb düşmədiyini yoxlamaq, bəli, yox. adətlər, yoxlamaq və adətlərə baxaq. Müəyyən etmə, yoxlamaq, Müəyyən qanun etmə, qanun. yoxlamaq. Aha. Adətlər var. Qanun deyil. Yox, niyə? Bir insanın, yəni bir xalqın olan adət-ənənələri onun qanunlarıdır. Deyil. Deyil axı. Qanun başqa şeydir. Qəribə, bir də məyus. Məyus, Bəli. pərişan, qəribə də qeyri-adi, eləmi? Elə cavabımız nə Bəli. olacaq? Qanun. Adətlə qanun eyni şey deyil Nihat. Yəni bir qəbilənin adətləri onun qanunları deyil. Yaxşımı? Yəni məsələn bizim adətlərimiz var. Məsələn, Novruzun adətləri var. Onlar qanundur? Deyil. Xeyr. Elə. Abatan başqa şeydir axı. Tərkib hissələrinə aid plan bəndlərinə hesab edilə bilməz. Yox. Əhvalatın danışılması. Bəli, var. Əhvalatın Aha. danışılması. Ağ qızın yox olması, bu da var. Bəli. Sonra ilk münaqişə. Burada ilk münaqişədən bəhs olunur. Münaqişədən bəhs olunmur. Atanın qərarı, Qızı bu da göndərildi. var. Qonşuların barışması, bu yox. Qonşu heç Qızların bəhs olunur. barışması belə şey mətndə yoxdur. Cavabımız D variantı olur. Çünki bunlarda mətndə bəhs olunur. Mətn əsasın faktdır. Uzaq ölçülü hava qanunu. Bəli. Çox doğru vurğuladın. Çünki burada İngiltərədən gələnlərin burada hindulardan yaşaması bu deməkdir ki, uzaq ölkələr arasında əlaqələr var. Qızların da ov ovlaması, biz qızı orada ov ovlamırdı. Ov ovlayan oğlan idi. Hindularla ağlar arasında toqquşmanın olması. Toqquşma deyək, mübarizə, münaqişədən söhbət gedir. O da yoxdur. Belə şey. Bəli. Eləmi? Qu quşun ovlanması heç o vaxtda görmədik. Bu ovlamaq üçün gəlirdi, qızdan rahatlanış oldu. Yalnız kişilərin üzləməsi, yalnız deyə bir şey yoxdur. Mətn sözün cədvəli tamamlayaq. Səbəb və nəticə. Oğlan hər gün kano ilə üzürdü. Səbəbi nə idi üzməyin? Hərələri ov düşüb düşmədiyini Aha. yoxlayır. Ov üçün təllər qurmuşdu, onu yoxlamaq. Oğlan göydə ağ rəngli qu quşu gördü. Nəticə olaraq nə oldu? Onun arxasında baxdı və qəribə hisslər keçir. Bax, burada hardaydı o? Qızı görmədi, sonra ağ qu quşu gördü. Daha sonra nə etdi o? Getdi liderin yanına. Aha. Onunla danışdı. O başçının yanında. Bunun qeyd etmək olar, eləmi? Qəribə hisslər keçirdi. Onu sən dediyi yazma olar. Nəsə pis hadisə baş verdiyini düşündü. Bunu da yazmaq olar. Qəbilə başçısının yanına getdi. Bunu da yaza bilərsən. Sonra, çərçivədə verilmiş sözə əsasən cədvəli tamamlayın deyir. Çərçivədə verilmiş söz nədir? Kənarında. Çayın kənarında. Kontekstə görə qarşılığı. Yəni mətndə çayın kənarında nə deməkdir? Qırağında. Aha, sahildə, qırağında. Çayın qırağında, bir də sahildə, çayın kənarı elə deyil. Sahildə, qırağında. Bunun bir dənə cümlə işlədəcəksən sən.
Sahil və qıraq sözlərinə aid bir cümlə işlədəcəksən. Nəticə olaraq sual izahı yekunlaşmış olacaq. İndi gəl başlayaq publistik mətnimizə. Buyur oxu. Venesia İtaliyanın şimal-şərqində yerləşən gözəlliyi insanı valide edən şəhərdir. Bir çox ədəbiyyatlarda şəhər dənizçilərin kraliçası adlandırılır. Venesia bir-birinə 150 kanal və arasına 118 adada salınmışdır. Adalar arasında 400-ə qədər körpü vardır. Bununla yanaşı zəngin bəzəkli kilsələr, dəbdəbəli fasadlı saraylar, yüngül körpülər, ətrafında 3-4 mərtəbəli evlər tikilmiş, ensiz dolambac küçələr Venesiyaya icazkar görkəm verir. Venesiyanın görməli yerləri çoxdur. Onlardan biri San Marco meydanıdır. Yalnız nabelə adam Napolyon tərəfindən işlədilən kəmərlə işləmiş olur. Avropa ən gözəl mehmanxanası San Marcodur. Meydan dəniz səviyyəsindən aşağıda yerləşdiyindən başqa zamanın kiçik gölü xatırladır. Burada qonaqlar qədim stullarda oturub asta-asta qəhvə içirlər. Fincanı 10 avroya soruşa bilərsiniz niyə belə baha. Ona görə ki, burada vaxtilə Hemingway və Boron qəhvə içiblər. Hələ körpülərini demirik. Misal üçün Rialto körpüsünü götürək, o barədə ən qədim körpüdür. Əvvəllər taxtadan olsa da 16-cı əsrdə uçqundan sonra daşdan tikilib. Qot üslubunda Dorcular sarayını isə Venesiyanın vizit kartı adlandırılır. Şəhərin kanallarında qayğılarla səyahət romantik. İnsanlar daha yoğundur. Xüsusən də böyük kanalda bu uzunluğu 4000 metrə qədər olan su yolu şəhəri iki hissəyə ayırır. Venesiyanın görməli yerləri sırasında Kampaniya və Saat Qülləsi, Saat Qülləsi, La Venezia teatrı və digər yerlərin adlarını seçmək olar. Bu yerlərin hər biri öz əsrarəngiz gözəlliyi ilə görənləri heyran edir. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə Venesiya iqlim dəyişikliyi səbəbindən suyun altına qalmaq təhlükəsi altındadır. İtaliyada aparılan yeni bir araşdırma getdikcə tez-tez daşqınların mübarizə aparan şəhərin bəzi hissələrini 2150-ci ilə qədər su altında qalacağını bildirdi. Belə ki, alimlər müqəddəs San Marco meydanı 70 sm hündürlükdə suyun altında qalacağını təxmin edirlər. İtaliya hökuməti gələcək tədbirlər qarşısında olmaq üçün müxtəlif rəsmi tədbirlər həyata keçirməkdə davam edir. Əla. Demək başlayaq. 21-ci sualda nə deyir? Verilmiş cümlə istinaca basılan məxsus mətn tərkib sırasında olduğu işlənir. Mətnin tərkib sırasına güzel. Elə bilməyin ki, burada hər şey qaydasındadır. Hara artıra Bunu bilərsiniz? altında, çünki 6-dan sonra pis şeylərdən bəhs edir. Venesiya olur. Yəni zəlzələdən. Bəli. Başqa şey bilmir. Fəlakətlərdən və digər problemlərdən bəhs etdiyi üçün bu hər şey qaydasındadır. Elə bilməyin ki, bu cümləni bura artıra bilirik. Bax, bura artırırsan, eləmi? Bəli. Çünki bax, bura qədər müsbət şeylərdən danışır. Bu yerlərin hər birinin əsrarəngiz gözəlliyi ilə görənləri heyrandır falan. Bax, burada yəni gözəl şeylərdən danışır. Amma sonra da yazır ki, elə bilməyin ki, hər şey qaydasındadır. Sonra da başlayır problemlərdən bəhs etməyə. Yəni tam olaraq ora uyğun gəlir. Sonra tünd hərflərlə verilmiş ifadənin kontekstdəki mənasına uyğun nümunə. Tünd hərflərlə verilmiş söz nədir? Yəni mən görə bilmirəm. Burada skandan düzgündürüz. Həyata keçirmək. Keçirmək, ha. Həyata keçirmək. Buyur. Yəni həyatı reallaşdırmaq. Reallaşdırmaq. Əla. Həyata keçirmək reallaşdırmaq deməkdir. Elə deyil. Aynen. Bir burada var, sonra Bir üçüncüdə həyata keçirmək. Reallaşdırmaq. Bir də icra etmək. əla, icra etmək, bu da reallaşdırmaq mənasındadır. Cavabımız elə 2 və 3 olur. Altına xətt çəkilmiş cümlə əsasında belə nəticə çıxarmaq olar. İtaliya hökuməti gələcək təbii fəlakətlərin qarşısını almaq üçün müxtəlif rəsmi tədbirləri həyata keçirməyə davam edir. Yəni problemlərin qarşısını almaq üçün tədbirlər həyata keçirir. Hansı nəticəni çıxarmaq olar Nihat 23-də? İtaliya hökuməti Venesiyaya bağlı tədbirlər artıq başlayır. Əla, tədbirlərə artıq başlayıbdır. Bu nəticəni çıxarda bilər çünki nədir? Rəsmi tədbirlər həyata keçirməkdə davam edir. Hökumət bu problem, yəni Venesiyanın deyir ki, su altında qalma təhlükəsi var, eləmi? Bu problemi aradan qaldırmaq üçün artıq tədbirlərə başlayıbdır. Mətnə əsasən yanlış fikirləri müəyyən edin. Venesiyada bu ad Napolyon tərəfindən verilmişdir.
Venesiyaya bu ad Napolyon tərəfindən verilmişdir. Var belə bir şey? Bəli. Var. Napolyonun Yox, yox. verməsi Napolyon sadəcə deyib ki, gözəl bir yerdir, yəni. Venesia. Napolyonun adı burada keçir məsələn. Yalnız nabələd adam Napolyon tərəfindən işlədilən kəlməni eşitməmiş olar. Avropanın ən gözəl mehmanxanası San Marco'dur. Yəni Napolyon tərəfindən işlədilən kəlmə nədir? Bax bu kəlmə, eləmi? Avropanın ən gözəl mehmanxanası San Marco'dur. Napolyon sadəcə burada var. O sadəcə deyib ki, Avropanın ən gözəl mehmanxanası San Marco'dur. Elə deyil. Venesiyanın adının Napolyon tərəfindən qoyulması və s. bu məsələ yoxdur. Elə yanlış ki, cavab avaradır. Birləşmiş Millətlər Təşkilatının Venesiya ilə bağlı məlumatlar verib. Məlumatlar bəzi BMT-nin məlumat verməsi hardadır? ən axırıncı. Ən axırda Ən axırıncı ablası. BMT-nin məlumatına görə. Əla. Şəhəri iki yerə ayıran böyük kanalın uzunluğu 4000 metrə qədərdir. Yazılıb bu şey. Bəli, olsun. Bu uzunluğu 4000 metrə qədər, eləmi? Uzanır. Sonra Venesiyadakı ən qədim körpü 16-cı əsrdə yenidən tikilib. Yoxsa da bəli, düzdür. Bax deyir Daşdan. ki, ən qədim körpüdür, eləmi? Taxtadan olsa da 16-cı əsrdə yenidən tikilib. Bu da qeyd olunub. Dəniz səviyyəsindən aşağıda yerləşən meydanda qəhvə içib. Bəli. Görürsən, burada içibdir. Qəhvə içib, eləmi? Qəhvə içiblər. Bu da doğru fikirdir. Sonra 25. Cədvələ əsasən fikirləri uyğun fikirlər müəyyən edin. İtaliyanın şimal-şərqində 400-ə qədər körpüsü olan şəhər vardır. Düzdür? Bəli. Mətnin əvvəlində yazılıb, eləmi? 400-ə qədər körpüsü olan. Bir doğrudur. 118 ada 150 kanala ayrıla bilər. Bəli, düzdür. Bu da doğrudur. Bax, gəl mətnin əvvəlinə baxaq. 118 ada 150 şey, 400-ə qədər körpü. Görsən, birinci, ikinci fikirlərin doğru olduğunu burada görsən. Əslində sən 1 və 2-ni götürəndə cavabımız çıxır. Eləmi? Amma yenə davam edək. 3-ü oxu. Bayram Atar'da olmuştu. Bayron İtaliyada doğulmuşdu. Və oldu. Çünki Bayram orada Covid diyor. Bir dəqiqə. Bayron. Ona görə ki, burada vaxtilə Bayron qəhvə içib. Evet, yani Amma İtaliyada doğulması yazılır. olmuştur. Necə? Doğulmuştur diyorum. Doğulmuşdu demir. Amma əksini də qeyd eləmir. Yanlış fikir olması üçün mətndə onun əksi yazılmalıdır. Elə deyil. Yəni bunu maksimum ehtimal edə bilərsən. Körpüsü artıq su altında qalmışdır. Necə? Kofe içibsə deməli orada olur. Nihat, mən gedib Fransada kofe içsəm, o demək ki, Fransada doğulmuşam. Olmuştur diyor. Olmuştur diyorum. Necə? Ben Fransa'ya gittim. Üzr Fransa'da istəyirəm. İtaliyada olmuşdur deyir. Mən doğulmuşdur oxumuşam. Aha, çox üzr istəyirəm. Bəli, orada kofe içibsə deməli olub da onlayn hissəsi deyil ki. Doğrudur, çox sağ ol. Mən doğulmuşdur kimi oxudum. Ona görə. Bəli, bu yanlış fikirdir, doğru fikir oldu, elə deyil. Sonra körpüsü artıq su altında qalmışdır. Xeyr, yanlış. Çünki daşdan düşürür. Aha. Əvvəllər olub, beləmi o? Sonradan olmuyubdu. Bu yanlış fikir oldu. Ehtimaldır. Napolyon Venesiyada olmuşdur. İhtimal. Bəli, ihtimal. Çünki orada Venesiya haqqında fikir deyir. Ən məşhur meydan San Marco'dur. Olur da bilər olmuyor. Bax, Avropanın ən gözəl mehmanxanası San Marco'dur deyir.
Bəli. Məsələn, bu fikri bildirməsi üçün yəqin ki, orada olması lazım da Nihat. Hə, ehtimal. Düzdür. Yəni indi o dövrdə YouTube və digər şeylər yox idi ki, girsinlər YouTube-da baxsınlar, hə, bura ən gözəldir, belə bir fikir bildirsinlər. Yəni Hə, o həmin dövrdə, neçə 16-cı əsrdə gedir, neçənci əsrdən söhbət gedir. Həmin dövrdə bunu deməsi üçün demək ki, orada olması lazım. Bunu ehtimal edə bilirik. Romantik insanlar kanallarda gəzintiyə üstünlük verirlər. yazılıb. Ehtimal. Yazılıbdı o. Hə, Yazılıbsa ehtimal olmur da, fakt olur. Harda yazılıb o bir hə. dəqiqə? Deyir orada səyahət romantik insanlar üçün daha uyğundur. Hə, tamam, əla. Bu da artıq ehtimal olmur, fakt olur. Yazılıbsa deməli ehtimal deyil də. Cavab 1, 2, 4, 5. Hansı sözlər çərçivədə verilmiş ifadəni əvəz edə bilər? Çərçivədə verilmiş ifadə nədir Nihat? Dolanbac. Dolanbac küçələr. Əyri yürüyən. Əyri-üyrü, bir də dolaşıq. Yox, Hə? Sonra üzərində rəqəm yazılmış sözlər həqiqi mənadadır. Həqiqi məna seçəcəksən. Gəl baxaq üzərində rəqəm yazılmış sözlərə. Körpü. həqiqətən. Həqiqi. Körpə. Verir. Görkəm vermək. Deyir, həqiqi deyil. Necə? Xeyr, həqiqi deyil, məcaz. Aha, məcazdır. San Marco meydanıdır. Bu həqiqidir bu. Əla. Qəhvə içir. Bu məlum məsələdir. Həqiqidir. Reality körpüsünü götürək. Bu da həqiqidir. Necə körpünü hara götürüb qoysan? Taxta bu Məcaz. stəkan zaddır. Məcazi mənada. 1, 3, 4. Yəni cavabımız olur B variantı. Hansı abzası məzmunca 2 yerə bölmə ehtiyac vardır? İkiyə bölmək ehtiyac. 6-dan yoxlaya-yoxlaya gedək. Altını bölmək ehtiyac yoxdur xeyr. Bəli, çünki sadəcə problemlərdən bəhs edilir. Ümumi bir dənə məzmun var. Sonra 5-ə 5 bax. bölmək. Çünki 5-də yarı problemli yarı. Aha, bax. Şəhərin kanallarına qayıqlarla səyahət romantik insanlara daha uyğundur. Xüsusən də böyük kanalda. Bu uzunluğu 4000 metrə qədər olan su yolu şəhəri iki hissəyə ayırır. Venesiyanın görkəmli yerləri sırasında Campanella saat qülləsi, demək teatr və digər yerlərin adlarını çəkmək olar. Hardan ayıracaqsan Nihat? Venesiya görməli yerləri bura. Aha. Artıq yeni bir məzmun başladığı üçün bu abzası iki hissəyə ayıracağıq. Yəni cavabımız olacaq 5. Altına xətt çəkilmiş sözü fərqli mənada cümlədə işlədib yazaq. Altına xətt çəkilmiş söz. Nədir bu? Hansı sözdür? Hansı sözdür? İçiblər. Eləmi? Qəhvə içmək. Və içib. Bu həqiqi mənadadır. Həqiqi mənadadırsa məcazi. Demək, qəhvə içmək yazırsan həqiqidir. Eləmi? Həqiqidir. Məcazi mənada işləyir. O əsəbləşdirmək lazım. Qanun içmək olur. Qanunu içmək. Əla. Bunu bir cümlədə işlədir. Mətnə əsasən cədvəl tamamı fikirlə yazır. Adlandırırlar. Bir dənə var idi. San Marco Avropanın ən gözəl mehmanxanası adlandırılır. Eləmi? Sonra nə qeyd edə bilərik? Sonra Dənizlər Kraliçası. Aha, əla. Dənizlər Kraliçası haranı adlandırırdılar? Dənizlər Kraliçası. Körpü. Harda var? Dənizlər Kraliçası harda yazılmışdı? De.
bir çox Venesiyanı Venesiya. dənizlər kraliçası adlanır. Demək, bir Venesiyanın dənizlər kraliçası adlandırılmasını yazacaqsan, eləmi? Bir də San Marco'nun Avropanın ən gözəl mehmanxanası adlandırılmasını yazacaqsan. Belə, sınaq 12-nin izahını tam yekunlaşdırdıq. Fikrin nədir izah haqqında, daha doğrusu sınaq haqqında? Rahat. Dok. Yəni inşallah ki, imtahanda da bu tipdən daha ağır bir versiya qarşımıza çıxmır. Çünki dediyim kimi 11-lərdə də gördük ki, 20 variant sınaq kitabçasının ağırlığından daha ağır bir sınaq olmadı. Yəni eyni səviyyədə demək olar ki.